Əziz dostlar, hörmətli qonaqlar, Minimum hər şey sənlə başqa şəxsi inkişaf formunuzu açıq elan etməsi üçün ilk olaraq söz Azərbaycan Texniki Universiteti Tələbə Gənclər Təşkilatının sədri Ruslan Qəmbəroğlu. Hayırlı salamlar, hörmətlər. Xoş gəlmişsiniz, səfər etmişsiniz. Tələbə Gənclər Təşkilatının əsas məqsədi siz sərbələrə gənclik müəllizində gələcəyindən uğurlu atmasıdır və buna görə də bu tədbirimizin əsas məqsədi gələcək fəaliyyətiniz üçün motivasiya artırmaqdır. Əziz tələbələr, hər birinizə həyat yolunuzda uğurlar arzu edir, bol şans arzu edirəm. Keçəcək tədbirimizə. İndi isə dəyərli kişilərimizin görüşməsi üçün Sahara Quruluş Şirkətinin qurucusu Sərkan Bulanını məzundan başlamaq mövzusu adında çıxış etməsi üçün səhnəyə dəvət edirəm. Buyurun. Salam, hər kəs salamlayıram. Mikrofona ihtiyac var? Məncə də. Alqışlamadı da olur. Çox şadam. Bəziləri deyir ki, şablon sözlə istifadə edəmişsiniz bizim gələcəyiniz. Siz belə xidmət verirsiniz. Çox fikir görürsünüz, çox sağlam görürsünüz, çox canlı görürsünüz. Ümid edirəm ki, hər zaman bu cür görünür. Amma iş həyatında bəzi sinirləşik olacaq. Necə yorulmadan devam edə bilərsiniz, onun üçün buradayım. Alqışlasanız, motivasiya edəcək olacaq. 3 nəfər gəl istəyirəm bura. Kim gələ bilər? 3 nəfər gəl. Bura qədər bir yaxınlaşa bilsə 3 nəfər. 3 nəfər dedim, gələ bilərsiniz. Kim istəyir, tez gələn 3 nəfər. 1, 2, 3, qəbul edirik, tamam. Bu sizə Günay xanıma yaxınlaşıb bizim sizə hediyəmizdir, tamam mı? Hərəsinin içində bir 100 manat hədiyyə kartı var, gəlin istifadə edin bizim salonlarımızda, okey? Mən düşünürdüm ki, biz pul verməliyik burada, amma çox etik olmaz yəqin ki, bizim də işimiz gözəllik qalsın. Girişimci olmaq üçün bir şeylər əldə eləmək üçün yerimizdən qalxmağı öncə öyrənməlisiniz. Motivator Fitness Klub sizi daha sağlam, daha energetik və daha özgüvənli hiss etməyiniz üçün fəaliyyət göstərir. Burada müasir avadanlıqlarla təchiz olunmuş fitness və crossfit zalından və yalnız xanımlar üçün fəaliyyət göstərən idman zalından istifadə edə bilərsiniz. Həmçinin fitness food restoranımızdan dietik yeməklər sifariş verə bilərsiniz. Peşəkar məşqçilərimizin nəzarəti altında Motivator Fitness Klubda qollarınızı gücləndirin. Özünüzü daha yaxşı bir formada görmək istəyirsinizsə, həmən ilk addımı atın və bizə qoşulun. Motivator Fitness Klub. Məqsədlərimizə birlikdə nail olaq. Burada 22 yaşında olan kimlər var? 22 yaş üstü. Bu işdə zaten artmış bir insan olaraq deyilərək ki, xanım psikologiyası çox çətindir. Əgər bu işə girəcəksinizsə, xanımlar da çox qazanacaqsınız, amma daha çox yorulacaqsınız. Bunun öncəliyi az olur. Bu şəkil hələ bir çox mövzundan mənim filmdə postu maraqlı olsun arada. Bir də gənclər önündə biz daha çox çıxış eləyəndə, mən başa düşürüm, çox ciddi danışırım. Benim olan valideynlərində çalmayı görürüm. Siz yanımda görürüm, necə yerdə bir zamanlar, bir zamanlar. Öncə mən özümü təqdim edeyim sizə, qısaca. Saxara kimdir? Adım Sərxandır, Qulanlı Sərxan, Naxçıvanlıyam, 1990, 8-dən Türkiyə 33 verişi var və eyni ilə profesional status olaraq fəaliyyətimə başlamışdım. 2008-ci ildə son 2012-dən də bir komanda olaraq, sakatətim olaraq işləydik. Və sakatətimlə mən üzvlərdə görürsünüz son tədbirimizdə. Mənim onun çox gözəl bir sözü var elə. Deyirdi, kişi yorulmaz, acımaz, xəstələnməz, üşüməz və s. Həqiqətən də bir şeyin nail olmaq istəyən xanım və ya bəy yorulmayacaqsınız. Ay nə bilim, bu baxanələr. Mən bu gün Rüfət bəy gördüm, dedim, çox ağırlı seçilərdir, rəşlik edirsən. Gənclər önündə rəşlik etmək çox lazımdır. Sən bizim xanım da mənə dedi ki, bəlkə rəşlik edirsin, gənclər görürsün. Dedim, yox, mən atam olmaq söz edirsin, mən hər zaman qərar edəcəm. Çünki şu arxada müsayiqətlər olsun. Siz niyə? O vaxtlar mən düşünürdülər qırmızı laşına falan geyinəndə nə olacaq? Nəyə görə? Sırf saç ustasıyam deyə. Amma mən saçım dişisi, erkeği olmaz, konseptini yapmışım. Ona görə də çox geniş sorun çəkdim. Və buradan gözəl bir
idmancı, daha fitli, başa çox hazırlaşır. Qarşısındakı artıq mental olaraq da, fiziksel olaraq da, nəfəs olaraq tüketib artıq. Anladınız mı? Ama ağırdı bunun üstüne yatır. Bu sadece qalxmalıdır, artıq hesab olarak, kal olarak alıp artıq. Yansıyan Rüfət Bey. Və bu adamda siz nə istəyir? Əziz, qalx. Qalxmadan tutulur. Anladınız mı? Önce düşərdən qalxmalı öyrənəcəyiz. Yenə də deyir, bax, bu günkü vəziyyətimiz, bu günkü statusumuz, bu günkü yaşımız onu tələb edir ki, siz səhv eləyəsiniz. Hə, nə yaxşı olar ki, eləməyəsiniz. Misal üçün, bir xanım qız gəlib mənə desə ki, Sərxan bəy, mən bir sürmaqsınız, siz tanıyamam. Mən məsələdir, giyinməyəm. Bilsin, çünki sənin rəqibin mənəm, mən 22 il əvvəl başlamışam. Anladınız mı? Obyekt olarak, status olarak, sosyal medya olarak, 2012'de ben fərdi bir salonda sat ustası kimi işləyəndə mənim hər görsəyə reklamlarım yox. Mənim saytım var. Yəni sən bu adamla bu gün başlamaq üçün problem ola bilərsən. Amma sən gündə minimum 8 saat praktiki çalışmağa, gündə 2 saat oxumağa və ən əsası qazandığının da 2 qatını xərcləməyə razısınızsa gəlsəmişəm. Yəni neyi demək istəyirəm? Beynimiz var. Her zaman dediğim söz var. Deyirəm ki, bir marka onun sahibi qədər böyüyəcək. Yəni onun seviyesi qədər. Mənim səviyyəm, intellektim, aldığım təsir bura qədər gəlir. Mənim markamı burada yuxarılaşmaq üçün sizin kimi gənclərə ihtiyac var. Sizin kimi gənclər progresivsiz, sosyal medyaya daha hakimsiz, artıq analitik qabiliyyətiniz bizdən çox yüksəkdir, analiz edə bilirsiniz və ən əsası sizi biz çəkmək istəyirlər. Sizin nə istəyirsiniz? Siz bilirsiniz. Anladınız mı? Sonra mən sizin geyinlərinizə baxın, oversize gəlsin. Mən deyirəm ki, bu uşaqlar niyə belə yetim oxşuyurlar? Amma onlar ona stildir. Yeksiniz, aysa. Sözüm onadır ki, gənclər, siz sizi tanıyırsınız və siz bu cür böyük bir birləşmələrdə işləyib, təcrübə qazanıb, sonra o birləşmənin təşkilində hər hansısa bir yolla böyüməyə daha ağırlıqlı. Bunu gənclər, siz sorun. Düşüncələrini və həyat yolunu bizimlə paylaşması üçün Uğurun Xeyirmazı adlı kitabın müəllifi, şəxsi inkişaf koçu, təlimci Murad Məmmədovu öz gücünü hiss etmək, inkişaf etmək üçün səhnəyə daxil edir. Herkes salamlayıram. Mən səninlə bu görüşümüzə kiçik bir səyahətlə başlayıram. Simbolik olarak 27 yaşında mən 8-ci sinifdə başlamışam və İstanbul olaraq 9-11-i formal xarakterliyə mən başa düşürsüz oxumuşam və belə, yəni o formal xarakteri 3 il çıxsa mən heç orta təhsildə yoxdur, 1-ci sinifdə getməmişəm. Amma bu mən bunu doğrudan problem hesab edirdim. Burada biraz ciddiləsin. Bunu problem hesab edirdim. Yenə də öz gücümü hiss edənə qədər, bu mənim üçün böyük bir zaman travmalı deyə bilərdim. Yeniyetməlikdə uşaqlıqda və öz gücümü hiss edəndən sonra nə oldu? Bu şirkətlərin hər birində mən hətta 9-cu sinif atistatım olmadan belə işləmişəm hər üçündə və öz gücümü hiss edəndən sonra bunlar əlbəttə ki, baş verməyə başladı. Problemlərimiz olur, sıxıntılarımız olur və ya komplekslərimiz olur. Bəs bu problem nə zaman, haradan başladı? Bilməliyik də biz onu həll edə bilməyimiz üçün doğrudur. Və bu texnika kömək edəcəkdir bizə nəyin haradan başladığını daha yaxşı bilər və daha da asan əldə. Bir dəfə üçün təşəkkür edirəm. Məsələn, hal-hazırda kim düşünür ki, bu üniversitetdə oxuyub ya, üniversiteti bitirəndən sonra siz bir müharibə olacaqsınız və çox yaxşı bir yerdə işləyə biləcəksiniz. Kim düşünür ki, sıfır, heç nə olmur. Bir nəfər, 2, 3,
Mənim əsgər yoldaşım burada oxumuşdu, biz əsgərlikdə söhbət edildi, deyildi ki, ora bir qəybə olan sevinir, bir də canlılıqlar, bu söhbətdir bu. Hə? Okey. Və ya misal üçün desəm ki, Dövlət İdarəçilik Akademiyası Texniki Universitetdən daha güclüdür. Belə bir argument gətirmək olar ki, Texniki Universitet DİA-dan daha güclüdür. Auditoriyada kim deyə bilər? Niyə? Argument. Hə? Sizin sevməyiniz bir yerin marka olması reallığı dəyişmir. Marketingi və neuromarketingi öz üzərində tətbiq edirəm. İllərdir və A nöqtəsindən B nöqtəsinə yanlışam. Kimsə mənə motivator deyir, kimsə boş-boş danışan adam deyir, kimsə çox bilikli adam deyir. Hətta o günlərin bir qız yazmışdı ki, hüquqşünasdır, amma özü danışa bilmir. Bir nəfər yazmışdı, boş-boş adamlardır və s. Və bunların kökündə hamısında marketing dayanır. Ki, insanlar həm sənə negativ, həm pozitiv olaraq səni irəli çəkirlər, bilməyərəkdən irəli aparırlar. Bunların hamısı bir marketing taktikalardır. Və Azərbaycanda məşhur olan adamlar var, amma bunlar çox səviyyəli olan adamlardır. Məhsul və xidmətlər var ki, marketingin arqa planında varır və onu işləyir və çox da insanlar bilir. Və son olaraq, bunların da başında duran ən əsas məsələ insanın özünə olan hörmətidir. İndi isə həyat təcrübələrini bizimlə bölüşməsi üçün səhnəmizə Sintra şirkətinin Motivator Azərbaycan Media şirkətinin qurucusu, Motivator şirkəti sıfırdan biznes media qrupu mövzusunda çıxış etməsi üçün Gülbər Həsənova dəvət edirəm. Mən istəyirəm ayağa duraq. Dən bilməyəcəm. Düzmə deyim, bunu istəyirsiniz yoxsa yox? İstəyirsiniz? Mən bilməm, mən nə deyəm. Yəni, görün, insan həyatındadır ki, bəzən adi bir şeylər var ki, adi, nasıl ki, insan eləyə bilmir, məsələn, dura bilmir, ən qutumuz. Ancaq duranda insan rahatlaşır. Nətər rahatlaşır? Yəni, bu təşkilatçıları, hansı gəzdə çəkib, siz buna yedir, siz buna çağırır. İkincisi, şurada spikerlərimizi Sahara dostumu, mən Sahara demirəm, Sahara deyirəm. Çünki Sahara həqiqətən markadır, mənim qardaşım. Yəni, elə böyle söhbətlərdən bir marka. Bu dostum, həqiqətən çox gözəl mövzulara toxundu və ən azından məntiq ondan ibarət idi ki, hər günümüzdə şükür etmək. Hər günümüzdə şükür etmək lazımdır. Həmişə negativ olanda fikirləşir ki, bizdən də pis günlər yaşayan insanlar. İndi hazırda mən xüsusi kursları keçən bir insan deyiləm. Hansısa bir yerdə hazırlıqda olan insan deyiləm. Həqiqətən məndə hamı bilir ki, su filtre şirkəti var, yəni şirkətləri var, Sintra online'dir, biri online fəaliyyət göstərirdi, biri də o qabaqlar, qapı döyüb, nümayiş etdirib havalarını satmışlar, onu da yaradıcısını hansı ki 2010-da o işə baxmışam. Ondan qabaq ayda məsələdir, məktəbdə oxumuşum. Məktəbdən sonra universitetdə oxumuşum. Məqsədləri böyükdür. Allah qoysa, Allahın köməyi ilə məqsədləri çatacaq. Çünki niyə? Allah'a inanıram. Necə deyirlər, arxamda duran Allahdır. Heç nə istəmirəm, öz gücümə. Biz o baxaq, bu dəfə arxamda oldu da, baxaq görəyək. Azərbaycan ölkənin ilk qlobal motivasiya layihəsidir. Layihənin məqsədi müxtəlif Səhvimiz budur ki, biz gənclərlə işləyək, idmanımız inkişaf olsun, dövlətimiz inkişaf eləsin. Bu yaxınlarda bizim motivator davamçılar proyektimiz gəlir. Hansı ki, layihədə davamçılar qoşulacaqlar bizim prilojeniyyə, ortaxallar yazacaqlar. Paylaşımlar, kommentlər, yaxud da layıqlar edən o ulduzlar yazırlar və 5 ulduz olan adamı, xüsusi insanlara biz hədiyyələrimiz olacaq. Və layıqlara görə bu kommentləri insan inkişaf etdikcə bizim faktorlardan hədiyyələr edəcək. 5 ulduz olan insan, hansı 5 ulduzdur, işlə təmin olacaqlar. Qaldı ki, işə Saharanın təklifi var. Çünki təklif edəndə ki, işçilərlə bağlı. Yəni burada dizayn edilir, değil mi? Ya burada ben ne deyirsən, buradan deyirsən sözü, yəni burada öz fikirli dinlə, bəlkə buradan kimsə işinə təmin olmaq istəyəcək.
İlk heç keçirmək istəmirdi. Elə bir dənə işləmək istədilər, çalsınlar, Konsepsiyon değişik. Bizim de matematik Azerbaycan'ın 150. çıkışına girdik. 200 vurmuşlar. Yok bizim bizim hikayemiz var. Matematik Azerbaycan'ın YouTube kanalında isterseniz bakarsınız. Ve burada Güven Kampları kendinizi kaldırır. Burada kampı almışız. Gençlerden almışız Güven Kampları. Biz köyün ve böyük sevgisi için gençlerden hem destek olan hem de onlarla beraber böyük. İsteyenler Güven Kampları'nda da buradan sonra 5 ayda vakit ayıracak. İstediğiniz gençlerin partner müşterileri için kısa bir şerbet olsun. Maraqlananlar grafik dizayn üzrə, sosial media üzrə və kanunlardan bir nəfər ki, sırf xidmət və məhsul təqdimatı olması lazımdır. Partner iş saatında siz üçün uyğundur. Həmdə ortalama hesabla 4-5 illik iş saatları və birinci saatlık prosesə. İstəyənlər Güven Kampları'na yaklaşır. Teşekkür edirəm. Yəni, motivasyonun tam da vəzifəsi budur, motivasyonun işlə budur. Ancaq biznesmenlərin yürüyoruz gençlərə. Biz aşağıda səfər edilmişdə deyil, 500 nəfərə səhər yeməyi verdik tələbələrə. Təsəvvür edin, 500 nəfərlik həqiqətən səhər yeməyi verdik. Yəni bu, eyni belə olur. Çıxdı başladı, 3 işçi, 5 işçi, 8 işçi. Elə olursa ki, baxsınız 100 nəfər insanlı, 100 nəfər işçisi. Biz sizin sayənizdə böyüyürük və siz də bizlə bərabər böyüyürsünüz. Bir daha təşəkkürlər, çıxışdırlar. Və küçük dərslər videolarımıza baxımlardan teşekkür ederim. Oldu, çok sağ olun. Yani, ben önce çalışıyorum böyle sahada alışım. Yani ben necə varım eləyəm. Yani necə günkü günlər bizim ümumiyyətlə fakültəmiz, ixtisasımız görmüş. Gəlmişik bu sahaya motivator, media. Yani çalışırıq ki, nəsə əldə edəyəm. Zalımız açılır inşallah. Zalımıza da gələ bilərsiniz. Siz xəbəriniz var ki, günkü gün istifadə edədiniz. Düzdür, mən ən çox Nokia-da istifadə edirəm. Bunda iPhone var, arada istifadə edirəm. İşe görün, məcbur. Sizin xəbəriniz var, əlimizdə istifadə etdiyiniz iPhone-dur, Samsung-dan, Steve-dur, LCD ekran deyirlər, ucuzdur mu? Ha? LCD. Onun yaratıcısı siz kimdir? Onu yaradan haralıdır, bilirsiniz? Azərbaycanlıdır. Gəlin alqışlayaq. Bizim elə insanların, dünyada elə Azərbaycanlılar var ki, biz onlarla bağlı xəbərimiz yoxdur. Optika fiberdir, laserdir. Bu cür işlərlə işləmişdim. Sonra sensorlarla işləmişdim. Sonra da 15 ildə əl işlərim bütün dünyaya paylaşdı. Ondan sonra da elə devam edir işlərim. Bu işlərdə ekran babatında işləyirəm. Adam görə özümün içində bir motivasyon var. Ona görə qabağa gedirəm. Görün insanın məqsədi olur, insanın bir vizyonu olur, insanın bir fikri olur və bu günlər insan dünyada inqilab edir. Yəni bütün bu dəyişiklikləri eləyən, bütün bu günkü günləri nə istifadə edirik, nəyə onu yaradan kimdir? Düzdür, göydə yaradan var, ancaq yerdə insanlar var. Ay bala, qıratdan su içmə demədim ha bala? Artıq bu cümləni övladlarınıza deməyə ehtiyac qalmayacaq. Bizim sizə şad xəbərimiz var. Övladınızın sağlamlığını düşünürsünüzsə, şəbəkə suyunun təmizliyini bizə həvalə eləyin. Necə ki bunu Dünya Karatesinin qara brilyantı Rafael Ağayev etdi. Eksklüziv sifariş ilə Türkiyədə istehsal olunan və Rafael Ağayevin adına həsr olunan Black Diamond su filtrlərini sifariş etmək üçün elə indi müraciət eləyin. Nəqd pulunuz yoxdursa, o da problem deyil. Artıq avadanlıqları ilkin ödənişsiz, faizsiz, komissiyasız, üstəlik daxili kredit şərtləri ilə, həmçinin müxtəlif taksit kartları ilə da əldə edə bilərsiniz. İndi zəng et. Kampaniya məhsul bitənə kimi etibarlıdır. Telefon 055 255 9989. Inline Az. Sərxan Qulamlını səhnəyə dəvət edir. Dəyərli təlimçimiz Ələndar Manaforlu'da dəvət edir. Teşekkür edir Ələndar. İngilizce təşəkkürnaməsini alması üçün Rüfət Həsənov səhnəyə dəvət edir.
və izlədiyim Orhan Şahbaz səhnə son olaraq değerli fikirlerini bizimle bölüşen, bizimle paylaşan tercihimiz Nəzər Allah verdi. Efendim,